Beşlik say sisteminin rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədədini onluq say sisteminə qarşılığı hansı ədəddir? Beşlik say sisteminin ən kiçik ədədi yazaq. 3 rəqəmli ədədi 1, 0 və rəqəmin fərqli olduğuna görə bir də əlavə 2 yazaq rəqəm olaraq. 102 beşlikdə bizdə onluqda istəyir və bunu onluğa çevirmək üçün üzərinə 0, 1, 2 yazırıq sağdan sola. Alırıq ki 1 vur 5'in kvadratı üstə gəl 0 vur 5 üstü 1 üstə gəlinsin 2 vurulsun 5 üstü 0 yəni 25 üstə gəl 2 və cavabda 27 almış oluruq. Sualımızın cavabı olur D variantı. ASCII standartına kodlaşdırılmış 200 simvoldan ibarət mətn failinin Unicode standartını keçirdikdə simvolların sayı necə dəyişər? Biz görürük ki, bu standart ASCII-dən Unicode kod keçirilib. Yəni, mətndə hər hansı bir redaksiyaya baş verməyib. Ona görə də simvol sayı 200 isə ASCII-də, Unicode-da da 200 olaraq qalacaq. Yəni, sualımızın cavabı olacaq Y variantı dəyişməz. Rom rəqəmləri ilə yazılmış ifadənin nəticəsini 8-ci say sistemində tapın. İlk öncə ifadəmizi yazaq. Deməli, bu isə bizdə verir 95 üstə gəlinsin, digər tərəf 33. Yəni, buradan 128 onluqda almış oluruq. Daha sonra onluq say sistemindən 8-ci say sisteminə keçmək üçün 128-i böləcəm 8-ə. Buradan alacağım. Deməli, 128-i 8-ə böldükdə alırıq 16. Qalıq 0 qalır. 16-da 8-ə bölürəm 2. Qalıq 0 edir və sağdan sola rəqəmləri düzürük. Nəticədə 200 almış oluruq. Yəni, sualımızın cavabı olur. Bağlantı vasitəsilə 512 megabaytlıq fayl ötürülür. Ötürmə sürəti 16 megabit saniyədir. Faylı ötürmək üçün ən az neçə dəqiqə lazımdır? Verilənlərimiz yazaq. Q bərabərdir 512 megabayt V bərabərdir 16 megabit böl saniyə. Bizdən istənilən T'dir. 512 megabayta qeyd edək 209 megabayt. V-ni də yazaq 204 megabit böl saniyə. Burada düsturumuz olur. Q bərabərdir V vur T. T'ni tapmaq üçün Q-nü V-yə böləcəm. Yəni 209 megabayt bölünsün 204 megabit və vur saniyə. Bölmə olduğuna görə yerlər dəyişmiş oldu. Və buradan alırıq. Megabiti megabayta çevirərik. 209 megabayt bölünsün 204 megabiti megabayta çevirəndə 203-ə bölürəm və alıram 2 megabayt və bu saniyədə qaldı. Və megabaytlar ixtisar getdi, 2 ilə 209 ixtisar getdi və aldıq 208 saniyə, yəni 256 saniyə. Bizdən istənilən isə ən az neçə dəqiqə lazımdır? 256-nı 60-a bölsəm, buradan artıq 4 dəqiqə neçəsi saniyə almış oluram. Yəni 4 dəqiqə 16 saniyə alıram. Və bizdən ən az dəqiqəni soruşur. Minimum biz bu faylı ötürmək üçün 5 dəqiqə istifadə etməliyik. Ədədlərin emal qaydasına görə sual şəxsinin yerində hansı ədəd olmalıdır? İlk öncə baxaq 53-ə. 53-dən 16 necə ala bilərik? 16 baxırıq ki, ya 4-ün kvadratı, ya 2 üstü 4 və yaxud da ki 8 üstə gəl 8, 4 vurulsun 4, 2 vur 8 və s. Bu tipli yazmaq olar. Yəni 2, 4, 8 ilə bağlı bir şey ala bilərik. 5 ilə 3-dən 8 necə ala bilərik? Yazaram 5 üstə gəlinsin 3, vurulsun 2, 16 verir. Yəni ədədin rəqəmlərinin cəminin 2 misli 16 verir. Demək ki, 24 üçündə yazacağım ki, 2 üstə gəl 4, vurulsun 2, buradan 2 üstə gəl 4, 6, 2-yə vurduq, 12-dir. Yəni, nəticədə çıxış olaraq burada 12 qeyd edəcəyik. Sualımızın cavabı olur D variantı. 50 simvolluq əlifbada kodlaşdırılmış 128 səhifədən ibarət mətn faylının hər səhifəsində 32 sətir, hər sətrində isə 64 simvol var. Mətn faylının həzmini müəyyən edin. Verilənlərimiz yazaq. 50 simvolluq əlifba. Əlifbanı gördümsə demək ki, n bərabərdir 50 gedəcəm. Burada n 50-dirsə, i-ni 6 bit qəbul edirik. Və daha sonra k-ya baxıram. K bərabərdir 128 səhifə var. Hər səhifədə 32 sətir var və hər sətirdə 64 simvol var. Yəni 2 üstü 7 vur 2 üstü 5
vur 2 üstü 6. Bu da edir 2 üstü 18 simvol. Və biz simvolumuz da 6 bit yer tutur yaddaşda. Həcmi tapmaq üçün yazıram. Q bərabərdir. K vurulsun I, yəni 2 üstü 18 simvolu 6 bitə vururam. Və nəticə cavablar kilobayt olduğuna görə 2 üstü 13'ə bölürəm ki, bitdən kilobayta keçim. Burada ixtisar gedir 2 üstü 18 ilə 2 üstü 13 və alıram 6 vurulsun 2 üstü 5 kilobayt. Yəni 6 vur 32 kilobayt. Yəni 192 kilobayt. Yəni sualımızın cavabı olur D variantı. İfadənin cavabı neçə kilobaytdır? Bizdən cavabı kilobaytla istədiyinə görə hər bir tərəfi mən kilobayta çevirərəm. Yazaq. 1024 kilobayt üstə gəlinsin. 2048 kilobit 2 üstü 11 kilobitdir və kilobayta keçəndə 2 üstü 3'ə bölürəm. Yəni 2 üstü 8 kilobayt edir, yəni 256 kilobayt edir. Üstə gəlinsin 0.5 megabayt, yəni megabaytın 2də biri. Bu edir 512 kilobayt. Çıxılsın 2 megabit. 2 megabit, yəni 2 üstü 11 kilobitdir. 2 üstü 11 kilobiti də kilobayta keçəndə yenə 2 üstü 8 kilobayt alıram. Yəni 256 kilobayt alıram. Burada 256'lar gedir və yerdə qalır 1024 üstə gəlsin 512, yəni 1536 kilobayt. Cavabımız olur B variantı. 64 simvolluq əlifba ilə kodlaşdırıldıqda həcmi 60 bit olan sözü müəyyən edin. Yenə əlifba sözünü gördük burada, əlifbanı gördüksə deməli n bərabərdir 64. Buradan da i bərabərdir 6 bit alırıq. Və deyir ki, failin həcmi 60 bitdir. Yəni Q bərabərdir 60 bitə və deyir ki, həmin bu sözdə yəni sözü müəyyən edin. Sözü müəyyən etmək üçün ilk öncə sözdəki simvol sayını tapacağam. Düstur olaraq Q bərabərdir K vur I yazıram. Yəni 60 bit bərabərdir K vurulsun 6 bitə. Buradan da K-nı alırıq 10 simvol. Yəni baxıram ki, hansı variantda sözümüz 10 simvoldan ibarətdir. Uyğun cavab olur A variantı. 2 megabaytlıq failin həcmi 256 kilobitlik failin 25%-nin həcmindən neçə dəfə çoxdur? Müqayisə etmək üçün hər ikisini eyni ölçü vaidinə gətirək. 2 megabaytı yazacağım bit olaraq. Necə yazacağım? 2 vurulsun 2 üstü 23, yəni 2 üstü 24 bit alacağım. 256 kilobitlik faili da 25%-nin həcmini öyrənməliyik. Baxaq. 256 kilobitlik faili vuracağım 0,25'ə. Onu da belə yaza bilərik. 256 üçün 2 üstü 8 yararam. Kilobitdən bitə keçmək üçün 2 üstü 10'a vuraram. 0,25'i də 4'də 1 kimi yazaram. Buradan da alacağım. 2 üstü 18 vurulsun 1 bölü 2 üstü 2 bit. Yəni 2 üstü 16 bit almış oluram. Və alt-alta böldükdə 2 üstü 24 bölünsün 2 üstü 16 mənə verir 2 üstü 8'i, yəni 256'nı. Yəni sualımızın cavabı olur A variantı. Onluq sayı sisteminə verilmiş 63 ədədi 8-ci sayı sisteminə hansı iki ədəd arasında yerləşir? 63 ədədi onluq sayı sistemində çevirdikdə 8 deyə. Necə yazırıq? 63 bölünsün 8. Burada alırıq 7 və qalıqda da 7 alırıq. Və demək ki, bizim ədədimiz 77 8-ci sayı sistemində və həmin bu 77 ədədindən sağ və sol tərəfdə, yəni özünün bir vaid və böyük və bir vaid kiçik ədədi tapmalıyıq. 77'den 1 çıxsaq 76. 77'nin üzərinə 1 gəlsək, 77 üstə gəlinsin 1. 7 üstə gəl 1 8 edir. 8-ci sayı sistemi 8 olmadığına görə 8 bölü 8'dən alırıq 1 qalıqda 0. 0 yazırıq 1 yadda. Yadda qalan 1'i 7'nin üzərinə gəlir yenidən. Yenə burada 8 almış oluq. 8'də 8'ə bölənə 1 qalıqda 0. 0'ımıza yazırıq 1 yadda və 1 ən sola keçir. Buradan da alırıq ki 77 76 ilə 100 arasında yerləşir. Yəni sualımızın cavabı olur C variantı. 213 kilobit neçə megabaytdır? Yazaq. 213 kilobit. İlk öncə kilobitdən keçərəm kilobayta. Yəni 213'ü 203'ə böləcəm. Alacağım 210 kilobayt. 210 kilobaytı da megabayta çevirmək üçün 210'a böləcəm və alacağım 1 megabayt. Yəni sualımızın cavabı olacaq B variantı. İfadəsində x-i tapın.
İlk öncə ifadəni yazaq. 12 7-likdə üstə gəlinsin 51 6-lıqda çıxılsın 110 3-lükdə. Bu ifadəni hər birini, ədədlərin hər birini onluq sayısına çevirək. Üzərinə 0,1 qeyd edək və alırıq. 1 vur 7 üstü 1, üstə gəl 2 vur 7 üstü 0, üstə gəlinsin 5 vur 6 üstü 1, üstə gəl 1 vur 6 üstü 0, çıxılsın 1 vur 3 üstü 2, üstə gəlinsin 1 vur 3 üstü 1, üstə gəl 0 vur 3 üstü 0 və buradan alırıq. Bu hissə bizə verir. İlk ədədimiz 9'u verir. Üstə gəlinsin. İkinci ədəd üçün biz yazırıq 31. Çıxılsın. Üçüncü ədəd üçün isə yazırıq 12. Və buradan 40 çıxı 12, yəni 28 onluq sayı sistemində alırıq. Bizə deyir ki, həmin ifadəni 9'luq sayı sistemində yazın. Yəni 28'i 9'a böləcəyik. Tam 3 və qalıqda 1 alacağıq. Və sağdan sola düzlükdə nəticə olaraq 31 9'luq sayı sistemində alırıq. Yəni sualımızın cavabı olur Y variantı. Hansı prosesdə insan səs informasiyası qəbul edir? Burada düzgün cavab olur D variantı. Yəni uşaq ağlamasından, yəni biz eşidirik ki, qulağımızla eşidirik ki, uşaq ağlayır. Tənlikdə X və Y-in ala biləcəyi ən kiçik qiyməti müəyyən edin. Yazaq. 34X bərabərdir 23 Y-ə. Fərqli sayı sistemi olduğuna görə hər ikisini onluq sayı sisteminə gətirəm. Olacaq 3 vur x üstü 1, üstə gəl 4 vur x üstü 0 bərabərdir 2 vur y üstü 1, üstə gəl 3 vur y üstü 0. Yəni 3x üstə gəl 4 bərabərdir 2y üstə gəl 3-ə. Burada ilk öncə yoxlayıram ki, x ən kiçik hansı sayı sistemində ola bilər. Yəni burada baxıram ən böyük rəqəmin 4-dür. 4 ən kiçiyi 5-likdə ola bilər. Yəni deyirəm ki, əgər x 5 olsa, y neçə olar? Gətirik burada x-in yerinə 5 qoyuram. 3 vur 5 15, üstə gəl 4. 19 verir. 19 bərabərdir 2y üstə gəl 3-ə. Demək ki, 19 çıxılsın 3 2y bərabərdir. Yəni 2y 16-ya bərabər olur və y 8 verir. Digər bir yolla yoxlayırıq. Deyirik ki, bu dəfə y ən kiçik nə ola bilər? Y-ə ən kiçik 4 verə bilərəm. Y-ə 4 verdikdə gətirib yenə tənlikdə y-in yerinə 4 qoyuram. 2 vur 4 8, üstə gəl 3 11 verir və 3x plus 4 11 olur. 3x bərabər olur 7-yə və x də təqribi bərabər olur. Qalıqlı bir şey, yəni 2 tam nə qədərsə. Yəni say sistemi qalıqlı yox, tam olduğuna görə bu variant ümumiyyətlə düzgün deyil və x ikilik say sistemində və yaxud üçlük say sistemində ola bilməz. Çünki rəqəm olaraq 3 və 4 var. Demək ki, düzgün cavabımız x-in 5 və y-in 8 qiymətidir. Uyğun variantımız olur Y variantı. 2, 4, 5 rəqəmlərindən neçə 4 rəqəmli tək ədəd düzəltmək olar? Gəlin bizim 4 rəqəmli ədədimizin rəqəmlər üçün xana çəkək. Baxaram ki, minlik mərtəbəsində 2, 4, 5-dən hər üçünü işlədə bilərəm. Yəni 3 variantım var. Yüzlük mərtəbəsi üçün də 3-ünü işlədə bilərəm. Onluq mərtəbəsi üçün də 3-ünü işlədə bilərəm və təklik mərtəbəsi üçün bizə deyir ki, tək ədəd. Tək ədəd deyirsək, bizə rəqəmlər içərisində yalnız 5-dir tək ədəd, tək rəqəm. Tək olduğuna görə bunu istifadə edirik və buradan da alırıq. 3 vurulsun 3, vurulsun 3, vurulsun 1, yəni 27. Sualımızın cavabı olur C variantı. Mətn failini ASCII standartından Unicode standartına keçirib simvollarını 60% sildikdən sonra 50% arxivləşdirdilər. Failin sonraki həzmi 50 bayt olarsa ilkin həzmi müəyyən edin. Deməli, failimiz əvvəl ASCII standartına. Deyirəm ki, ASCII bərabər olsun 8 bitə. Bu bizim standartımızdır. Və Unicode da bərabərdir 16 bitə. Bizə deyir ki, ən sonda failimizin həzmi 50 bayt qalıb. Deyirəm ki, Q bərabərdir K vur I-yə və sonda almışıq 50 bayt. Və bu 50 baytı necə almışıq? 50% arxivləşdirdikdən sonra. Demək ki, faili 50% arxivləşdirməsəydik, yəni digər failin yarısı 50 baytdır. Demək ki, failimiz olacaqdı 100 bayt. Yəni 50% arxivləşdirdən sonra 50 bayta saldıq. Demək ki, arxivləşdirməsəydik 100 bayt idi. Və deyir ki, simvolları 60% silinəndən sonra 100 bayt olub. O zaman burada bir düstura baxırıq ki,
Düsturda bizə nə verib? Q bərabər K vurur. Bizdə burada faylımızın simvollarının sayı K-dır və K Q-dən düz mütənasib asılıdır. Yəni K necə dəyişsə, Q də həmin ölçüdə dəyişəcək. 60% əgər simvol silmişəmsə, demək ki, faylın həcmi də 60% azalıb. Yəni 40% olub. Deyirəm ki, 40%, faylımın 40%, 100 bayt olubsa, 100% neçə bayt olar? Buradan da x-i tapıram, 250 bayt. 250 bayt hansı standartda olub? Unicode standartında olub. Yəni deyirəm ki, Q bərabərdir K vurulsun I Unicode, o da bərabər olub 250 bayta. Bizdən istənən, yəni bura Q Unicode yazaq, bizdən istənən ilkin həcm, yəni Q ASCII nəyə bərabərdir? Ona da deyirik K vurulsun I ASCII. O da x-ə bərabərdir. Alt-alta bölsəm, K-lar ixtisar gedəcək və I Unicode bölünsün I ASCII. Yəni 16 bit bölünsün 8 bit bərabərdir 250 bayt bölünsün x-ə. Buradan da tapıram ki, 16 bölü 8 ixtisar edirəm. 2 alıram. 250-ni x-ə bölsəm 2 tapacam. Demək ki, x nəyə bərabər imiş? 125 bayta bərabər imiş. Yəni, faylımız ASCII standartında 125 bayt olub. Daha sonra Unicode-a keçirmişəm, 250 bayta gəlmişəm. Yəni 250 bayt həcmə gətirmişəm. Və bu 250 baytlıq faylın simvollarını 60% siləndə 100 baytlıq bir informasiya almışam və onu 50% arxivləşdirəndə 50 baytlıq bir informasiya almış oluram, bir fayl almış oluram. Yəni sualımızın cavabı olur C variantı. Maarif İsmail'a telefonla sabahçı ev tapşırıqlarını dedi. Bu situasiyada Maarif üçün informasiyanın hansı prosesi baş vermişdir? Burada Maarif, yəni bu situasiyada Maarif informasiyanı ötürür, İsmail isə qəbul edir. Yəni sualımızın cavabı olur D variantı, ötürülmə. Onluq sayı sistemində cüt olan ədədi müəyyən edin. Burada iki qayda var. Ya bir-bir ədədlərin hər birini onluq sayı sisteminə çevirəcəm və yaxud da ki, digər qayda olaraq bir-bir baxaq. Deməkdir ki, 214 7-likdə əgər say sisteminin əsası təkdirsə və rəqəmlərinin cəmi təkdirsə, deməli ədəd təkdir. Digərinə baxıram, say sisteminin əsası cütdürsə, son rəqəmi cütdürsə cüt, təkdirsə təkdir. 123 6-da baxıram, say sisteminin əsası cütdür, son rəqəm tək olduğuna görə demək ki, bu da tək ədəddir. 5-lik say sistemində 143 verib, nə edəcəm? 1 üstəgəl 4, üstəgəl 3-ə baxacam, tapıram 8. Say sisteminin əsası təkdir, amma rəqəm sayı cütdür. Demək ki, bu variant uyğun gəlir. Digər variantda isə say sisteminin əsası cüt, son rəqəm tək olduğuna görə uyğun gəlmir. Yəni sualımızın cavabı olur D variantı. Şagirdin 30 sualdan birini həll etməsi özündə ən az neçə bit informasiya daşıyır. Sual sayımız n-dir, yəni n 30-a bərabərdir, düsturumuz n bərabərdir 2 üstü i. Burada 32-nin qüvvəti olmadığına görə 30-dan sonraki 2-nin qüvvətini götürür, yəni 32 bərabərdir 2 üstü i-yə və buradan da i-ni 5 bit almış oluruq. Yəni bizim hər bir sual üçün 5 bit yaddaşda yer ayrılır. Sualımızın cavabı olur B variantı. Maarif radioda musiqiyə qulaq asır. Maarif informasiyanı hansı formada qəbul edir? Burada Maarif radiodan musiqini qulağı ilə eşidərək səs dalğası ilə qəbul edir. Səs dalğası da biz bilirik ki, analog informasiyadır, yəni sualımızın cavabı olur B variantı. Onluq say sistemində verilmiş 77 ədədinin 5-lik say sistemi qarşılığını müəyyən edin. 77 onluq say sistemidir, 5-lik say sistemini çevirməliyik, deməli 5-ə bölə-bölə gedəcəyik. Demək ki, 77-ni ilk öncə bölürəm 5-ə. 77-ni 5-ə böləndə 15 alıram. 15-i 5-ə vuranda 75 alırıq. Burada 2 qalır, 2 qalır. 15-i yenidən 5-ə bölürəm. 15 bölünsün 5, 3 və qalıqda 0 almış oluruq. Və sağdan sola rəqəmləri düzürük. Alırıq 302. 5-lik say sistemində. Sualımızın cavabı olur D variantı. 32 simvolluq əlifbada kodlaşdırılmış aşağıdakı nümunədə neçə simvol var? Əlifbanı gördüksə, demək ki, N 32-dir. N 32 tapdıqsa, I bərabər olur
5 bitə. 5 bit nə deməkdir? Yəni bizim hər bir simvolumuzu 5 ədəd 0-1 ilə kodlaşdırırıq. Burada bir baxırıq. 5 ədəd 0-1-i ayırırıq. 2, daha sonra bölürük. 3-cü 5'lik, 4-cü 5'lik və 5-ci 5'lik. Yəni mənim həmin burada verilmiş kodumda 5 ədəd simvol var. Yəni sualımızın cavabı olur A variantı. 16 sayı isimli yazılmış 2 CD ədədinin 8-ci sayı isimli ifadə edin. Ədədimizi yazaq. İlk öncə bu ədədi ikilik sayı isimli qarşılığını yazıq. Yazırıq 2 üçün 0, 0, 1, 0. C bizdə 12-ni bildirir, yəni 1, 1, 0, 0. D isə 13-ü bildirdiyinə görə 1, 1, 0, 1 qeyd edirik. Daha sonra 8-ci sayı isimli keçmək üçün biz ikili sayı isimli verdiyimiz ədədi sağdan sola 3-3 ayırırıq və alırıq. 1, 3, 1, 5. 8-ci sayı sistemində. Sualımızın cavabı oldu 1315. 100 simvolluq əlifbada kodlaşdırılmış gələnli 10-cu sinif cümləsi yaddaşda neçə bit yer tutur? Deməli, bizə verib ki, burada əlifba. Əlifbanı gördük, avtomatik olaraq yazırıq. N bərabərdir 100. Burada dedik ki, N 100-ə bərabərdir və 2-nin qüvvəti olmadığına görə 100-dən sonraki 2-nin qüvvətini götürürük. Yəni, N-i artıq 128 qəbul edirik. Və N bərabərdir 2 üstü i-dən. Buradan i bərabərdir 7 bit almış oluruq. Yəni, i-ni bilirik, bizdən failin həcmini istəyir. Yəni, Q bərabərdir K vur i-ni. Və biz K-nı tapmalıyıq. K nədir? Yəni, bizim bu mətnimizdə olan simvol sayı. Simvol sayı da hər bir sözü, sözdəki simvolları sayırıq, boşluqları sayırıq və nöqtəni sayırıq. Ümumilikdə 24 simvol olur. Q da bərabərdir K vur i-dən. K-nın yerinə 24 yazırıq. Vurulsun 7 bit. Və buradan 168 bit almış oluruq. Yəni, sualımızın cavabı olur 168. İnformasiya xassələrini seçin. Nəzəriyyədən də bildiyimiz kimi informasiya xassələri obyektivlik, etibarlıq və aktuallıqdır. Yəni, sualımızın cavabı olur 1, 4, 5. Rom rəqəmlərindən ibarət ədədləri artan sıra ilə düzün. İlk öncə birinci. Birincidə 100 üstəgəl 90, yəni 190 alırıq. İkinci 100 üstəgəl 100 üstəgəl 10, yəni 210 alırıq. Üçüncüdə 90 üstəgəlinsin 6, yəni 96 alırıq. Dördüncüdə isə 100 üstəgəl 100 üstəgəlinsin 100, yəni 300 alırıq. Sıra ilə düzlükdə 3, 1, 2, 4 almış oluruq. Yəni sualımızın cavabı olur 3, 1, 2, 4. Fərqli say sistemlərinə verilmiş 12x üstəgəl 23x ifadəsinin nəticəsini onluq say sisteminə görə uyğunlaşdırın. İlk öncə ifadəmizi onluq say sistemində yazaq. Yəni onluq say sistemində çevirək. Necə edəcəyik? 12x üstəgəl 23x 0,1 qeyd edirik üzərlərinə və alırıq ki 1 vur x üstü 1 üstəgəl 2 vur x üstü 0 üstəgəlinsin 2 vur x üstü 1 üstəgəl 3 vur x üstü 0 və ümumi nəticə olaraq x üstəgəl 2 üstəgəl 2x üstəgəl 3 alırıq. Buradan da alırıq 3x üstəgəlinsin 5. İndi deyirik ki, əgər x birinci variant, x əgər 4-ə bərabər olursa, o zaman 3 vur 4 üstəgəl 5 alırıq. Yəni 12 üstəgəl 5, 17. Yəni 1 üçün B qəbul edirik. İkincisi, x bərabərdir 6 olduqda 3 vur 6 üstəgəl 5, yəni 18 üstəgəl 5, 23 edir. 23, yəni D-də var, yəni 2D olur. Üçüncüsü, x 8 olduqda 3 vur 8 üstəgəl 5, yəni 24 üstəgəlinsin 5 edir 29. 29 da bizdə C-dədir. Yəni 1B, 2D, 3C. ABCD 8-ci say sistemində 4 rəqəmli ədəddir. B böyükdür C, C də böyük A, A da böyükdür D məlumdur.
B ən böyük rəqəmdir. A onluq say sisteminin 6-cı rəqəmidir. C onluq say sistemində cütdür. D onluq say sistemində C çıx A fərqinə bərabərdir. Ədədin 16 say sistemində qarşılığını tapın. Yazaq. Birinci ədədimizi yazaq. A, B, C və D. Deyir ki, B ən böyük rəqəmdir. 8-ci say sistemində ən böyük rəqəm 7 qeyd edəcəm. Daha sonra deyir ki, A onluq say sisteminin 6-cı rəqəmidir. Yəni A bizdə olur 5. Onluq say sisteminin 6-cı rəqəmi 5-dir. C onluq say sistemində cütdür. C-ni tapmaq üçün baxıram. B dedik 7-dir. A isə 5 oldu. Deməli C 6 olacaq. 6 qeyd etdim. D də C çıxılsın A fərqinə, yəni 1-ə bərabərdir. 8-ci say sistemində ədədimizi tapdıq. 5761. Yəni 5, 7, 6, 1 və bunu ikiliyə daha sonra 16-lığa çevirəcəyik. 5 üçün 101, 7 üçün 111, 6 üçün 110 və 1 üçün 0, 0, 1 qeyd edirəm. İkilikdə. 16-lığa çevirmək üçün isə sağdan sola 4, 4 ayırıram. Və alırıq. Sağda 1, F və 1011 üçün isə 1, 2, 4, 8 qaydasını işlətsək, 8 üstə gəl 2 üstə gəl 1. Alırıq 11, yəni 11, B. Cavabımız olur B, F. 1, 16-lıqda. 3 ədəd 4 GB-lıq diskə ən çox neçə 768 MB-lıq fayl yerləşdirmək olar? İlk öncə tapmalıyıq ki, bir diskə neçə fayl yerləşir. Ona görə də 4 GB-ı böləcəm 768 MB-a. Buradan da alıram 4096 MB bölünsün 768 MB. Və buradan 5 faylın tam yerləşdiyini görürəm. Artıq digər o kəsir hissəsi alınan hissə, yəni faylı yarıya bölərək diskə yerləşdirə bilmədiyimə görə qəbul edirəm ki, bir diskə 5 fayl yerləşir. Məndən soruşur ki, 3 ədəd diskə neçəsi yerləşər? 3 vurulsun 5. Cavab olaraq tapıram 15. Yəni, mənim 3 ədəd 4 GB-lıq diskimə 15 fayl yerləşir. Həsən dəftərə 13 manat, kitaba isə 42 manat xərclədikdən sonra 24 manat pulu qaldı. Həsənin əvvəlcədən 80 manat pulu olduğu məlumdursa, o hesablamanın hansı say sistemində edib? Yəni, dəftərə 13 manat xərcləyib və kitaba 42 manat xərcləyib və yerdə 24 manat pulu qalıb. Və əvvəlcədən də 80 manat pulu var idi. Və biz say sistemi bilmirik, hansı say sistemində qeyd olunduğunu, ona görə hər birini, aldığımız ədədlərin hər birini onluq say sisteminə çeviririk. Buradan alırıq 1 vur x üstü 1 üstə gəl 3 vur x üstü 0 üstə gəlinsin 4 vur x üstü 1 üstə gəl 2 vur x üstü 0 üstə gəlinsin 2 vurulsun x üstü 1 üstə gəl 4 vur x üstü 0 və alırıq 8 vur x üstü 1 üstə gəl 0 vur x üstü 0. Yəni x üstə gəl 3 üstə gəl 4x üstə gəl 2 üstə gəlinsin 2x üstə gəl 4 bərabərdir 8x-ə. Aldıq ki 7x üstə gəlinsin, deməli 3, 2, 5, 4, 9 bərabərdir 8x-ə. Buradan da x-i tapırıq 9. Yəni, bu hesablama 9-luq say sistemində aparılıb.